Kızlar sabahınız xeyir olsun. Getdim Araz markete, belə isti qoğal aldım özümə. Bir də belə kalbasa doğradım. İndi çayla yiyəcəm bunları. Kızlar aldıqlarımı da hamısını bir-bir sizə göstərəcəm ki, nələr almışam. Kızlar getdim tam stora. İndi bir-bir aldıqlarımı göstərəcəm. Belə bir dondurmalar aldım. Heç bundan yeməmişəm. Bir də bununla keçən dəfə də almışdım. Çox dadlıdır. Tam storda satılır bunlar. Kızlar belə bir düyü götürdüm. Belə alça qurusu götürdüm. Bir dənə smetan. Belə bir karamel götürdüm. Belə bir sosiska götürdüm. Bir tane çörek götürdüm. Bir tane böyle bir salfet götürdüm. Böyle bir salfet götürdüm. Kızlar böyle bir el kurusu da götürdüm. Böyle dondurulmuş Spesso'nun şavaldığını aldım. Hiç bunu almamışım. Bundan götürdüm. Böyle bir şampuan götürdüm. İndirimdeydi. Acı biber götürdüm. Biraz pomidor götürdüm. Bir de böyle bir kaymaklı şor götürdüm. Bunların hamısına bir yerde tam stordan aldım hamısını bunları. 44 manat ödedim her birine. Kızlar bugün LCY2'ye gitmiştim. Oradan hem hediyelik uşaq üçün bir şey aldım. Şimdi onları açıp göstereceğim size. Kızlar belə bir qız üçün çanta götürdüm hediyelik. Çok şirindir. Belə qabağında kaşloku var. Cib hissəsi çoxdur. Qiyməti 24.99. Belə arxasında da cibi var. Belə zamok buradan da. İçi də böyüdü. Deyək açım size göstərim. İçində belə uzun kəməri də var. Belə İlqar üçün 2 dənə ayaqqabı götürdüm. Bu da çox şirindir. Qiyməti 9 manat idi. İndirimə düşmüşdü. Bir də belə qız üçün parfüm götürdüm. Bir də belə oğlan üçün ağ göynək götürdüm. Bunun da qiyməti indirimə düşmüşdü. 14.99. 7-8 yaş olanı götürmüşüm. Şimdi bunları paket eləyəcəm. Bunları mən bacım uşaqları üçün almışam. Kızlar belə bir paket seçdim. Hədiyəli paket. İndi bunun içine hər birini yığacağım. Kızlar belə oldu. Hər birinin paketin içine belə yığdım. İndi bu formada sabah aparacağım inşallah. Bacımla görüşdük. Hədiyələri də verdim. Sumqayıtda olan restoranların birində oturduq, yemək yedik. Sonra isə getdik evə. Kızlar geldik eve. Temi bağlamalarım qalıb. Onları açıp indi sizə bir-bir göstereceğim. Bu birinci bağlamadır. Bir dənə də balaca ikinci bağlama var. Onu da açıp göstereceğim hər birini sizə. Birinci kızlar bu geyimden başlamak istəyirəm. Belə bir koftası var.
Bu da onun şort 2'li. Kızlar, mən materialları pambıq seçmişəm, yəni sintetika deyil. Ona görə bunlar qəşəngdir, elə şəkildə göründüyü kimidir. Qəşəngdir, xoşuma gəldi. Bu ikinci geyimdir. Bunu da açım göstərim. Bu da pambıqdır, materialı. Çok şirindir. Burada belə bir koftasıdır. Mən 1-2 yaş seçmişəm. İlqarın da sentyabrda 2 yaşa tamam olacaq. Amma bütün geyimləri 1-2 yaş götürmüşəm. Bu da belə şort 2'dir. Materiallar da çox qəşəngdir, yumuşaqdır. Bu üçüncü geyimdir. Yine evde giymeye belə bir test götürdüm. Şort 2'dir. Bir de belə bir koftasıdır. Kızlar çok şirindir, çok qəşəngdir. Hər birini çok beğendim. Mesela bunu isə mən çöl üçün sifariş vermişəm. Yəni çöldə çıxanda geyindirmək üçün. Belə bir koftası da çok qəşəngdir kızlar. Çok hoşuma gəldi. Elə şəkildə göründüyü kimidir. Bir de belə biraz qırışdı. Ama bunu onsuz ütüləyəcəm, düzələcək. Belə bir cins şort 2'dir. Kızlar çok süperdi. Her birini çok beğendim. Bir de İlqar əslində butulkada içir çay və suyu. Sadəcə belə eğlənsin deyə belə bir termos götürdüm ona. Belə formadadır. Bunu mesela aksesuarlarda içinde de belə bir özünün küçükası var. Və belə boyuna asmaq üçün kəməri də var. İstəsəz linklərini də atarım, yəni qiymətlərini də hər birini istəsəz deyərəm. Mən bunların hamısına bir yerdə ümumilikdə 30 manat pul ödedim. Kızlar, bu da ikinci bağlama. Bunu da açım göstereyim size. Kızlar, bu ikinci bağlamada Temu'dan sipariş verdim. Kızlar, burada iç geyimler var, onları göstermeyeceğim. Bir de belə bir qoruyucu iPhone 14 üçün belə qoruyucu şişədə kamera üçün qoruyucu şişə sifariş vermişdim. Bir də onlardı. Başqa məhsul yoxdur. 2 məhsulu idi elə. Qızlar, belə bir don götürmüşəm mağazadan. Belə açıq sarı rəngindədir. Çox qəşəng modeldir. Ətəyi də bilmirəm göstərə bilirəm sizə ya yox. Qızlar, belə uzundur. Biraz çox uzundur. Amma yəni əynə də normal oturur. Çox hoşuma gəldi. Bunu mən mağazadan 40 manata aldım. Qızlar, bir də Rossmanndan belə bir tonik götürdüm yağlı dərilər üçün. Bunu da yoxlayacağım. Qızlar, Faberlikdən də bir neçə məhsullar almışam. Bunları da göstərəm. Qızlar, bunları daha doğrusu ətrafımda, yaxınlarımda bunları tərifləyirdi. Ona görə belə 2 dənə qolaltı deodorant götürdüm. Bir də orada xanım mənə belə Faberlikin kataloqunu verdi, məhsullara baxım deyə.
Ona görə baxacağım. Əgər xoşuma gələn olsa alacağım. Kızlar, markete gedəndə İlqar üçün də belə oyuncaqlar aldım. Onu da unutmadım. Görən kimi sevindi. Kızlar, inşallah yine yeni bir video gələcək. Temu bağlaması. Məni izləyin və kanala abunə olmağı unutmayın.